Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Allah Teala Rəd surəsinin 28-ci ayəsində buyurur: "Ellezine amanu tetma'innu kulubuhum bi zikrillah. Ela bi zikrillahi tetma'innul kulub." O kəslər ki iman gətiriblər, qəlbləri Allahın zikri ilə aram olar. Agah olun, qəlblər yalnız Allahı zikr etməklə aram olar. Zikir iki növdür. Dil ilə deyilən zikir, qəlb ilə olunan zikir. Dil ilə deyilən zikir, elhamdülillah, subhanallah, Allahu Ekber, la ilahe illallah. Bunlar hamısı dil ilə deyilən zikirlərdir. Mümkündür bir nəfər belə bir zikr edə, eyni zamanda da günah edə. Onun günah etməyinin səbəbi dediyi zikrə diqqəti olmamasıdır. Qəlbi olan zikirlər isə bu deyilən zikirlərin həqiqətini başa düşərək Allahı yad etməkdir. Qəlbi olan zikir, yəni insan Allahın nemətlərini daim xatırlayır, Allahın xofunu xatırlayır, Allahın elmini xatırlayır, Allahın qüdrətini xatırlayır, Allahın əffini xatırlayır. Allahın nemətlərini xatırlamaq səbəb olur ki, insan Allahı sevə. İnsan Allahın nemətlərini xatırlamalıdır, Allahın nemətləri barəsində düşünməlidir. Belə olan halda insan Allahın nemətlərinin şükrünü yerinə yetirir. Allahın nemətlərinin şükrünü yerinə yetirmək, Allahın ona nemətlərinin çoxalmağına səbəb olur. Lə-in şəkərtum lə-əzidənləkum. Şükür etsəniz, sizə olan nemətlərimi artıraram. Allahın qüdrətini xatırlamaq bais olur ki, insan Allah huzurunda xuzu etsin, özünün zəif olduğunu hiss etsin. Bu da bais olur ki, insan Allaha təvəkkül edə. İnsanın Allah huzurunda özünü zəif göstərməyi ona zillət gətirməz, əksinə izzət gətirər. Amma Allahdan qeyri qüdrətlərin müqabilində özünü zəif bilmək, özünü zəif göstərmək insana zillət gətirər və zillətə düçar edər. Allahdan başqa qüdrətlər zəifdirlər, heçdirlər, puçdular. Onlar ki, Allahın müqabilində özlərini qüdrət biliblər, onlar zəlil olublar, onlar zillətə düçar olublar. Özünü qüdrətli bilən Firon təkəbbürlüklə deyirdi: "Ənə rabbukumul ə'la." Mənəm sizin böyük Allahınız. Elə ki Allah Teala onu suda zəlilcəsinə qərq etdi. Quran buyurur: "İza adrakahul garaqa qala amantu." Firon elə ki özünü sular arasında qərq olduğunu gördü, dedi: "Amantu, iman gətirdim." Bu gün Allahın huzurunda rəzəz oxuyanlar, özlərini qüdrət bilənlər mütləq şəkildə zəlilcəsinə qərq olacaqlar. Zillətə düçar olacaqlar. Onların belə rahat şəkildə gəzmələrinin, hərəkət etmələrinin səbəbi onların azğınlıqlarının daha da çoxalmağı üçündür. İnsan Allahın elmini xatırlasa, gizlində və aşkarda Allahdan həya edəcək. Allah Teala Quran-ı Kərimdə buyurur: Bismillahirrahmanirrahim. Ələm ya'ləm bi ənəllaha yara. Məgər bilmir ki, Allah onu görür? İnsan bu etiqadı özündə möhkəmləndirsə, gizlində və aşkarda Allahdan həya edəcək. Allahın əffini xatırlamaq bais olur ki, insan günahlarına görə tövbə edə, Allaha tərəf qayıda. Bunların hamısı qəlbi olan zikirlərdir. Quran buyuranda ki, qəlblər yalnız Allahı zikr etməklə aram olar, tək Allahın adını dildə deməklə deyil, bəlkə bütün vücudu ilə Allahın qüdrətini, Allahın elmini, Allahın əzəmətini, Allahın hazır və nazir olmasına diqqət etməklədir. İnsanın Allaha olan bu diqqəti onun xeyir əməlləri hərəkətinin başlanğıcı olacaq və insanla günah arasında möhkəm bir səl yaradacaq. Həqiqi zikirdə budur. İnsanın Allaha məhəbbəti yoxsa, ondan qorxsa, səbəb olacaq ki, məhəbbət bəslədiyi varlığın istədiyi kimi yaşaya. Öz həyatını onun istəyinə uyğun tənzimləyə. İnsanın həyatını tənzimləyən, pis işlərdən, fəsaddan çəkindirən və fəsadla mübarizəyə yönəldən, xeyir işlərə yönəldən zikir insanın qəlbinə aramlıq gətirər. Belə bir zikir Allahın insanı yad etməyinə səbəb olar. Fəzkuruni əzkurkum. Məni yad edin, mən də sizi yad edim. Allahın insanı yad etməyinə səbəb olan zikir cəmiyyətlərin, millətlərin, xalqların qurtuluşuna səbəb olar. Allah Teala Quran-ı Kərimdə buyurur: "Vəzkurullaha kəsiran la'allakum tuflihun." Allahı çox zikr edin. Ümid var ki, Allah Teala sizə qurtuluş versin, nicat versin. Belə bir zikrin kökündə iman durur. Xalqlar, cəmiyyətlər, insanlar iman gətirib təqvalı olsalar, qurtuluş taparlar. Allah Teala onların qəlblərinə aramlıq nazil edər. Huvəl-ləzi ənzələs-səkinətə fi qulubil mu'minin. Möminlərin qəlblərinə səkinə və aramlıq nazil edən yalnız Allahdır. Söhbətimizin nəticəsi budur ki, bizim zikrimiz elə bir zikr olmalıdır ki, Allahın bizi yad etməyinə səbəb olsun. Allahın yad etməyinə səbəb olan zikir insanların qəlblərinə aramlıq gətirər.
insanların, cəmiyyətlərin, xalqların qurtuluşuna səbəb olar. Dünyadakı giriftarçılıqlardan onlara nicat verər. Əssalamu aleykum və rəhmətullahi və barakatuh.